2026-cı ildə orta pensiya məbləğinin artacağı gözlənilir. Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Belə ki, növbəti ildə orta pensiyanın 2025-ci ildə gözlənilən 537 manat məbləğindən təxminən 7,9% çox, 579,2 manat civarında olacağı ehtimal edilir. 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərinin ümumi proqnozu 7 milyard 992,88 milyon manat səviyyəsində müəyyən edilib. Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisindən 10,85% və ya 782,35 milyon manat çoxdur. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.